Mən bir xanım kimi, bir aktrisa kimi öz xalqımla, öz millətimlə, öz Azərbaycanımla, öz dövlətimlə fəxr eləyirəm. Biz necə birlik ola bilirik, onu 44 günlük müharibədə sübut elədik. Bugün nə baş verir? Bir xanım olaraq son zamanlar sosial şəbəkələrdə aparılan, qadınlara qarşı aparılan qaralama kampaniyaları məni də çox narahat edir. Yazdığınız sözlər bəzən bıçaq kimi iti ola bilir. Amma unutmayın ki, bıçaq nə qədər iti olsa da öncə öz yiyəsini yaralayır. Keçmiş daş deyil ki, atıb kimisə yaralayasınız. Keçmiş dərsdir. Dərsini alan insandansa qorxmaq lazımdır. Qadınlar zərifdirlər, zəif deyirlər. Bir Azərbaycan xanımı olaraq haqsızlıq gördüyümüzdə dərhal müdaxilə edib qarşımızdakı şəxsin cavabını verib yerində oturtturmağı bacarırıq. Necə ki, günlər öncə vitse-prezidentimiz Mehriban Əliyeva ona verilən yersiz sualın cavabını yerindəcə müdaxilə edib necə susturduğunu gördük. Bu da qadınların gücünə çox bariz bir nümunədir.